Büyütmək istədim. Hə. Düz getdi mənim. Aha. Hə. Bəsdir. Düz getdi. Ha, düz gelirsiniz. Yox, mənim. Bu 2 dənə çıxdı axı belə. Hə, yox. Aha. Hə. İndi həşsəti yaratdınız. Yəni enter qoyun ki, fərqlənsin. İndi qoymalıyım. Enter basın ki, Hə, aşağı. Aha. Aha, bu belə. İndi main metodundan bizim həşsətə əl çatandığımız üçün nə lazım idi? Yəni normalda həşsətin adını qoydunuz set, düzdür? Main metodunda set yazsaz, sizə işlədə biləcəksiniz onu. Yəni yoxlayın. Set yazın main metodunun içində. Bura set yazım. Yəni main metodunun içində. Həm də böyük yazmayın. Bura. Aha. Ah, yox. Tapa bilmədi. Niyə tapanmadı? Şey olmadı axı burada. Bu if yox. Bu public void add user. Bu elə onu əlavə eləməlidir, düzdür? Yox, mən deyim ki, siz setə çata bilmirsiniz, çox setə çata bilməyəcəksiniz. Yəni necə eləyə bilərsiniz? Öyrətmişdim keçən dərsində. Bu şey deyirsiniz müəllim. Nədir? Contains deyirsiniz. İşlə yazmayı. Yox, mən heç oralara çatmamışam. Mən deyim ki, siz seti istifadə edə bilmirsiniz. Yuxarıda heç seti yazmışsınız, amma aşağıda heç maində istifadə edə bilmirsiniz. Hə, skaner. Yox. Yox. Niyə götürdü? Çünki main indi bir dənə baxın. Statikdir yoxsa non-statik? Hansı bu, yəni bu non-statikdir. Non-statik? Statikdir, yox, statik. Hə, statikdir müəllim. Qabağında yazıb statikdir. Aha. Yaxşı, bəs həşsetimiz? Başa düşdüm. Hə, burada statik yazmalıyıq. İndi yoxlayın. Bura, set. Yox, klasın içində yox. Metodun içində. Hə, götürdü. Aha. İndi belə eləyək. Siz main'i hələ ki saxlayın. Bir dənə də metod yazın. Bunu silin. Hə, onu silin hələlik. Aha. İndi əlavə bir metod da açın. Adını qoyun add user. Ya add name qoya bilərsiniz. Burada müəllim. Yox, yeni metod yazacaqsınız. Burada. Aha. Aşağıda. Tamam, yaxşı. Belə. Yox. Bu add user deyiz, müəllim. Aha. Düzdür? Aha. Bu nə edəcək? Deməli ilkin olaraq biz burada həşsetə dəyər verəcəyik, əlavə edəcəyik. Yəni bizə gələn adı həşsetə əlavə edəcəyik. Eləyin sadəcə. Aşağı eləyim. Hadi. Əlavə eləyim. Hə, username deyirsiniz müəllim. Yox. Baxın. Hə, buna. Aha. Orada sıfır nədir? String. Hardan gəlir o? Deyib buradan müəllim. Aha. Yəni bizim funksiyaya bir dəyər veriləcək və o dəyəri də ki həşsetə əlavə edəcək. Aha, bu hələ ki belə qalsın. Gəl indi yoxlayaq görə işləyirmi? Amma hələ ki mainin içi boşdur, gələ yazaq birinci.
Yenə balacalaşdırmışam. Aha. Daha sonra. Deməli, ələ keçdiklərimiz üçün mainimiz boşdur. İndi mainlə add user metodunu çağırın. Main deyəndə main metodundan. Burada Aha. onda İstəsəz əvvəlki proyekt lazım deyilsə onu silə bilərsiniz. Yəni maini silin bunu istəsəz. müəllim, Maini deyirəm. Yəni main qalmış. bunu silim. Aha, ümumiyyətlə silin də siz. Hə, Yandan baxın, source'un içində main qalıb. harda müəllim? Hə, burada. Aha, Buradan silim. aha. Tak, delete. Onu delete. Ortada. Aha. Həmçinin exception da istəsəz silə bilərsiniz. Exception package var. Onu option silin. Buna? Aha, name not found da içindədir. O da silinəcək. Aha. Bizə lazımdır duplicate user exception deyənə option. Aha, əslində bu exceptiondır. Bu exception'da biraz qarışdırmışsınız siz. Həm exception'ı, orada təkcə exception'a aid olmalıydı. Siz işini qarışdırmışsınız, onun üçün işləməyib. Deməli, bizim add user var, main var, hashtag də var. Buranı bir balaca düzəltməmişdən əvvəl yüngül test edək. Maində add user funksiyasını 3 dəfə çağırın. Hə, if nə? Yox, sadəcə add user funksiyasını çağırın. Maində. Maildə burada. Aha. Tamam. Elə. Aha. 3 dəfə. Hə, və sizdən bir string istəyir ki, ad daxil eləməlisiniz. Və yaxud str göstərdiniz ha. Aha. Baxın, buradan çağıranda həmin o stringi atmalısınız. Ad yazım onda müəllim. Aha. Nə yazım? Müstəmlən bir ad, fərq eləmir. Aha. Yəni adam adı yoxsa fərqi yoxdur. Fərqi yoxdur, yazın, əsas yoxlamaq niyyətimiz. Aha. Aha, bir dənə də əlavə edeyim. 3 dənə. Aha. Amma üçüncü birinci ilə eyni olsun. Aha, bir də ki, birinci təzini əlavə edeyim. Almanın təzini əlavə edeyim. 3-də. Aha. Hə, bir yaxud dediyiniz kimi. Hə, tamam, yaxşı. Copy-paste eləyə bilərsiniz çıxır. Aha, indi belə eləyək. Bu üçünü əlavə elədikdən sonra bir dənə də proyektimiz bütün user'ları göstərsin. Çünki məsələn, bu sən proyekti çalışdırın. Baxın, heç sən vermədi. Çünki əlavə elədiniz, amma heç göstərmədiniz. Aha, indi sual verirəm. Biz içində çoxlu dəyər saxlayan hər hansısa bir şeyi array olsun, array list olsun, hashtag olsun, hashmap olsun. Bunları hamısını birdən çapa vermək üçün, yəni içində çoxlu məlumat saxlayan şeyləri çapa vermək üçün nə edirdik? Hə, content istəyirsiniz deməli. Yox. Yox. Məsəl üçün array list. Ödəniş xətası. Məsələn, bütün array listi necə çapa verərsiniz? Yəni array listin içində 10 dənə yazı var, hamısını çapa vermək istəyirsiniz. Necə eləyərsiniz? Aha. Elə burada çapa verəndə müəllim, məsəl üçün sistem soğuk yazmalıyam. Yox, username. Amma hamısını istəyirəm də, yəni siz birini eləyəcəksiniz.
Bizdə Hə, onda user əlavə edildi. yox, enhanced for istifadə edirdik. Yadınızda. Ha, yox, yadımdan çıxmalı. For döngüsü açırdıq, çapa verirdik hamısını. Bir dənə də metod əlavə edin. For nə müəllim? Aha, bir dənə də metod əlavə edin. Adını qoyun ki, write all users. Bəlkə get yazın, get all users yazın. Bir dənə metod yaradın. Burada müəllim? Yox, metod. Nə metod? Hə. Hardan yaradım? Buradan. Aha. Hı. Aha, bir dənə metod yazın ki, bəs get all users. Bunun elə bir adını dəyişsəm də düzdür? Yox, 2 saniyə müəllim. Get İkisini başsa daha yaxşıdır. all, tam yaxşı. Aha, get all users. Aha. 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 İndi nə artıq var funksiyada silin istəsəz. Yəni biz sadəcə bütün userlara çapa verəcəyik onsuz. Artıq şeyləri silin oradan. Artıq nədir müəllim? Artıq məsəl üçün niyə biz 17-ci sətdə remove edirik məsələn? Remove ehtiyac yoxdur axı. Hə. Yəni silir də o sadəcə. Aha. Niyə string dəyəri alırıq ki? Yəni heç əlavə eləmirik, bir şey eləmirik. Niyə string dəyəri alırıq? Nə var silim? Aha. Aha. İndi bunun içində bir dənə for döngüsü açın. Bu funksiyanın içində for döngüsü açın. Aha. Əslində özdə yazdı. Baxın, bizim hashsetdə setin içində string dəyərləri var. Biz o string dəyərlərini götürüb çapa verəcəyik. Yəni, bu yazdınız, bunu götürdü. Aşağı düşüb sadəcə sistem appendlərini sıfır edəcəksiniz. Hamısını götürüb adını sıfırı qoyursunuz. Daha sonraki sıfırdakı bildirici adın gəlir. Aha, bəli müəllim. Adın gəlir. Burada. Yox. Tak. Yox. Yox, siz hələ metoddasınız, oradan gələ bilməz. Burada nə idi müəllim? Yox, o add user metodundaydı. 14-cü sətirdə istifadə edirdik onu. İndi biz string'i adını alırıq. Stringi. Hə, hamısı bu üçünə burada. Amma adı string'də axı string'dan gəlir. User. Stringdən buradan. Yox, birinci biraz kodu sərgiləsə baxsın. 8, 9, 10 sətirlərdən bir dənə tab basın, qabağa keçsin. Hətta 2 dənə deyərdim. Add user'lara baxın. Məsəl üçün arxada deyəm. Hə, bunları hə. Yox, ümumiyyətlə sərgiyə salmaq üçün deyirəm. Tamam, yaxşı. Bir dənə də basın. Əvvələ. Aha. İndi daha sərgiyə görsəndir. Daha sonra main funksiyası bitən kimi add user'a baxın. O da arasında bir dənə fərq bırakın. Metodların arasında bir sətir boşluq olsun. Oradan o problem deyildi. Baxın, add user birləşib. Bütün metodlar hamısı birləşib. Main'dir, add user'dır, get all user'dır. 3 metodda bir-birinə birləşib məsələn. Belə deyirsən? Onu ayırın. Yəni sərgə cəhətdən yaxşı görsənmir onun üçün. Aha. Bu da belə. Mainimiz orada. Statik də düzdür, HSet də arxadadır əslində, amma problem deyil. Daha sonra add user yazdınız, get all users da indi məsələ nədir? Baxın, siz metodun içindəsinizsə, string'i elə metodun içində axtarın. Məsəl üçün 14-cü sətrə baxın. 14, aha. Oradakı str deməli gəldi 13-dən, düzdür? 13-cü sətirdən. Bəli, buradan bura gəldi. Buradan da bura gəlir.
Yox, ora gəlmir. Bu get all uses başqa metoddur. Bunun 19-cu sətrin içindəki stırı Aha. öz metodunun içində axtarın. Hə, buradan. Hardan? Yəni özündən. Buradan. Hardadır? Hardadır? 17-dən. 17. Get all users. Amma yoxdur axı stır orada. Başqa sətrə baxın. Hə, buradan da 18. Aha. Deməli 19-cu sətirdəki sistem printlərin stırı elə for döngüsündə olan setin içindən bir-bir biz stringləri götürüb adını stırı qoyuruq. Onun üçün deyirəm ki, başa düşmək lazımdır. Set Hə. bizim yuxarıdakı həşsetdir. Buradakı stırı isə ad qoymuşuq ki, yəni setlərin içindən, həşsetin içindən bir-bir stringi götür və adını stırı qoy. Daha sonra həmin stırını çapa ver. Sonra növbəti stringi də götür, onun da adını stırı qoy və onu da çapa ver. Belə. Aha. İndi main metodu bitəndən sonra add users 3 dənə user əlavə edəndən sonra yəni qayıdın ora. 3 dənə user əlavə edəm sizə. Metod işləvə çağırmısınız. Hə, bəli. Aha. Oradan sonra get all users edin ki, bütün userları görək. Yəni bu funksiyanı yazdı, sizdən bu funksiyanı çağırın. Tak. Hə, çağıraq. Yəni bunu normalda çalışdırsanız çapa verməyəcək. Necə eləyə bilərsiniz ki, çapa versin? Yəni bu funksiyanı necə işlədə bilərsiniz? Baxın, bizim get all users metodumuz var. Düzdür? Bu işləmir. 17-ci sətrin ən axırıncı sözünə baxın. No usage. Hə. İstifadə yoxdur. Biz bunu istifadə eləməmişik, yəni bu çağırılmır. Məsələn, 13-cü sətrin axırına baxın. Hə, 3 dənə. Burada. Aha. Bizim proyekt başlayanda hansı metod işə düşür? Main metodu. Aha. Yəni bu metodda işə düşmür. Bu metodda sadəcə main metodunda çağırır. Hə, burada var 3 dənə. Bunu da əlavə. Aha. Bunu da əlavə eləmək lazımdır. Bunu hardan eləyim müəllim? Proyekt hansı metodda işə düşür? Hə, burada. Onda bundan işə düşmür. fordan əvvəl. Yox. Proyekt harda işə düşür? Burada. Orada işə düşmür axı. Yox. Burada, yəni əsas, yəni. Əsas deyil axı, get all users metodudur, əsas deyil o. Bu maindir. Maindir. Yox, bunun var deyə bunu. Buna harda əlavə eləməli? Əlavə edəcəyiniz yer maindir, onu demək istəyirəm. Hə. Yəni ancaq main hissəsi işə düşür. Digərləri işə düşmür. Digərləri ancaq köməkçidir. Yəni düşünün ki, şeydir. Main sizsiz, çağırırsınız ki, get all user metodu gəl bura. Yəni, siz çağırmazsanız, oradakı adam dayanıb. Yəni get all user metodu dayanıb. Heç bir şey mahiyyəti yoxdur. Siz maindən gərək çağırasınız onu. Maindən çağırın. Buradan yazmalıyım aşağıdan. Mainin içində də, çölündə yox. Aha. Metodu çağırın. Metodu. Necə yazım müəllim? Dəməli. Metodun adı nədir? Main, static void main, onu deyirsiniz. Ha, yox. Bunu deyirsiniz də. Onu da istifadə eləmişik. Bunu get all user. Aha. İndi onun adını yazın ona. Metod çağırın bax. Aha. Adını yazın. Aha. Hə, bu. Aha. Baxın, indi istifadə olunur. Usage var. Hə, bir dənə çıxdı, hə. Aha, indi proyekti çalışdırın. Başa düşdüm. Aha. Normalda biz hashset istifadə elədiyimiz üçün demişdim də, hashsetlə array listin fərqi nə idi? Hashsetlə array listin? Aha. Hashet sadədir də. Yox, böyle bir qədər. Baxın, arasında fərq var.
Birincisi Hə, biz sıralamanı deyirsiniz müəllim. yox. Array list kopya da əlavə eləyir. Amma hashtag kopya Hashtag əlavə eləmir. 2 dəfə hə, əlavə eləmir. Məsəl üçün biz 2 dəfə alma Hə, əlavə hə, bir eləmişik. dəfəni göstərir. Hə, 2 dəfə hə Hə, göstərmir. amma Alma 2 dəfə yazılıb deyə hə, bir dəfə amma göstərir. hashtag yox, array list istifadə eləsəydiniz, Hamısını göstərəcəkdi. hə, 2 dənə alma, bir armud. aha, aha. İndi mən deyirəm ki, yaxşı, əslində hashtag istifadə etdiyimiz üçün 2 Hı dənə -hı. göstərir, amma yenə də istəyirəm ki, add user metodunu Hı mən -hı. əlavə eləyəndə bir dənə yoxlama eləyim Hı -hı. ki, görüm bu əvvəlcə var idimi? Var idisə yenə də bir dənə bildirim də, yəni ki, bəs bu ad mövcud idi. Aha, indi gəlin belə eləyək. Hı -hı. Əlavə elədiyimiz metodu göstərin. Yəni Hı hansı -hı. metod əlavə eləməyimiz kömək eləyir? Buydu. Yox. Necə yəni bunu deyirsən müəllim? Hə, Baxın, bir dənə metod yazdıq ki, bizim hashtag-ə əlavə eləyirdi. Göstərin o metodu. budur. Get all users. Yox. Hə, ya budur bu. Deyir bu. Aha. Hı -hı. Deməli bizdən bir dənə string alırdı. Adı str-dır. Hı Aha. -hı. İndi o metodda add eləməmişdən əvvəl Hı -hı. biz kod yazmalıyıq ki, bəs əgər içində varmı yoxmu deyə yoxlayaq. Aha. Siz başlayın, alınmasa kömək eləyəcəm. Ee, burada yazmalıyam müəllim. Yox. Hı. Biz əlavə eləyəndə onu yoxlamalıyıq. Baxın, əlavə eləməmişdən əvvəl, əlavə eləmə 16-cı sətirdə olur. Set.add Hı -hı. əlavə eləyir. Mən deyim ki, əlavə eləməmişdən əvvəl bir yoxlayın. Yəni, səhşətin özü də yoxlayın, amma deyim ki, siz yenə yoxlayın da. Set add eləməmişdən əvvəl bir dənə sətir açın. Ay. Buradan deyirsən. Aha. Hı -hı. Deməli, biz necə yoxlaya bilərik ki, hashtag bu stringə sahibdir yoxsa yox? Necə yoxlaya bilərik? If nə? Aha. Hı -hı. Və If users contains-lə də. set Set nədir? ha. Set contains-lə, hə. Contains metodu nə edirdi? Bu elə bir contains hamısını yenildir. Onda müəllim Sadəcə soruşuram, contains metodu nə edirdi? şey yox, özünə saxlayır da müəllim. Yəni olub olmadığını göstərir. Hə də özündə saxlayır, saxlamır. Bu qədər. Hətta Contains. yəni oturur false Hə. deyil. Hə. İndi oradakı contains-in içindəki satırı hardan gəlir? Deyə burada müəllim. Yox, özünün sonuna ümumiyyətlə götürə bilməz heç bir Hə, kod. buradan. Funksiyaya biz ad göndəririk. Məsəl üçün, baxın. Hı -hı. 8-ci sətirdə biz Hı nə -hı. göndərmişik? 8-də userlə 3 dənə hə. Alma göndərmişik. Hı -hı. Alma düşəcək 15-ci sətrə. Baxın. 15-ci sətirdə string satırı var ha. Hı -hı. Ora alma düşəcək. Və biz Hı həmin -hı. almanı istifadə edəcəyik. Deyəcəyik set.contains alma. Yəni satırı var ha, ora alma əvəzlənəcək. Yəni alma varmı setdə? Deyəcək ki, yoxdur da. Yəni hələ təzə yaratmısan məni, yoxdur. Onda deməli nə edəcəyik? Xətt artır. Əlavə yox. Hı. Axı yoxdur hələ. Sözlə. Yoxdursa nə etməliyik? Hə, əlavə edilir. Hə, əlavə eləyin. Aha. Hashtag necə əlavə edəcəyiz? İşte bu
User add. Yox. Hədə hə. Add user. Belə. O onsuz bu Username. funksiyanın içindəyik. Bir daha. Necə yazdım? Onsuz add Bilmədim. user. Set add eləyirdik də. Add funksiyamız vardı bizim. Hı hı. Yox, add user dedim mən. Hə, onda set add. Aha. Bizim Hı. hash set əlavə eləyəcəyik də. Hə. Add user'ın içində sadəcə əlavə eləyəcəyik. Aha. Add. Aha. Nə əlavə eləyirsiniz? Alma. Aha. Almanı amma alma deyil də. İndi alma necə gəlir? İndi armud da gələ bilər də. Gələn Hə, məlumat. onda onda story yazıram müəllim. Aha. Çünki Hı hı. funksiyaya nə gəldi? Biz onu str kimi götürmüşük 15-ci Hı hı. sətirdə. Nə Hı gəl, hı. alma da gəlsə, alma da gəlsə adını str qoymuşuq. Hı hı. Və onu yoxladıq. Yenə bax contains str ilə varmı yoxmu? Yox, yəni contains saxlayırsa, Hı hı. əslində saxlamasa yoxlamalıyıq. Bir dəqiqə. Set Hə, contains. elə deyilmiş də, hə. Hə, contains saxlayırsa əlavə eləməməliyik. Onda yaxşı bir situasiyadır. Ona gəlin belə eləyək. Set contains o demək ki saxlayır, düzdür? Deməli, Hı hı. bunu səhv dedim. Xəta atmalıyıq əksinə. Yəni, Hə. hə, siz onu dediniz, mən əksinə dedim sonda. Set contains str özünü saxlayırsa əlavə eləməliyik. İndi yaxşı, saxlamırsa sual yazın onda. Onda set add-i silməyin. Saxlamırsa eləmək üçün necə eləyə bilərik? Xət. Yox, Bir dənə işarə var idi, əksin götürürdü. əksin götürürdü müəllim. Aha, məsələn Hə, bu bərabər nidanı deyirsiniz də. aha. Hı hı. 16-cı sətirdə if yoxlayanda set contains str var. Bir Hı dənə hı. setin əvvəlindən nida qoysaz, əksin götürəcək. Ay. Aa, ne böyle oldu? Hayda. Shift-lə basacaqsınız. Eşit ne dedim öyle. Ha, Aha. ne götürdüm. Yəni set contains Hı hı. str. Hətta contains üstünə gələndə Hə. contains yo, bunu qaytan geri. Hı hı. Aha. Altdakı set add-i silin. Bunu. Aha. Hayır bunu. Yo, altdakı. Ha, o artıqdır, onu son yaz. O prosta müəyyən müddətli yazmışdıq. Yəni deyim ki, set contains əgər Hı hı. götürmürsə, daha doğrusu özündə saxlayır, amma bunun əksi saxlamırsa deməli. Temizle. Saxlamırsa əlavə elə. Bu düzdür də, yəni bu heç. Bunu bitirmişik. Müəllim. Aha. Yazmışsınız da, yəni bu if bitdi. Hə. Yəni Buradan saxlam yazın müəllim indi xəta atdığını. yox. Əks ehtimaldan. Yazmayın. Əks ehtimal necə yazardıq? Hə. Necə? Baxın, bu ehtimal set contains str. Bunun əksi Hə. nədir? Set contains, yəni saxlayır, əksi saxlamır. Deməli, saxlamayanda əlavə elədik də. Hə. Başa düşdüm. Hə, Aha, bu nidən qoymasaydıq, hə, onda atacaqdı şey. aha. İndi mən Xətanı. deyirəm ki, bu ehtimalın əksinə bir dənə də baxaq xəta atsın. Hə. Əksi necə yaza bilərik? Bu şərt qoyduq da. Şərtin əksi necə Hə. edirik? Bir şərtin əksini necə edirik? Şərtin əksini Aha, şeylə else aha, else. Hə. aha. Deməli, ez yazın, əks ehtimalındakı xəta ataq. Else buradan yazın Yo. müəllim. Yox, İfadə buradan. yazmışsın. Aha. Böyük yok. Bunu böyük yazdım. Caps lock yandırması olsun. Hı hı. Aha. Hı hı. Belə olan ehtimalda da xəta atacaqsınız. Xəta atın. Aha. İndi xətanı da belə eləyək. Hı System hı. update line sadəcə silin. Bir sətr silin. Aha. Hı hı. Silin. Olanı yazacaq. Yazı bir dənə düzəldin. Xətanı Amma xəta hələ ki gəlin yazaq da xətanı. yazağı. Hı hı. Aha. Amma xətanı yazmamış ata bilmədik. Təbii ki öz xətamızı bir dənə Hı hı. yaradaq. Aa, Şey, duplicate user exception. ata bilərsiniz amma məncə orada xətalar var idi müəyyən. Bir dənə baxaq. Bu qalsın belə. Hı hı. Qalsın belə, fərq eləmir. Amma xəta istəmirsiniz runtime yazıb yola verə bilərsiniz hələlik. Yəni bir dənə runtime yazın. Runtime. Aha.
Buraya yazın. Böyük hərflə yazsaz, new runtime yazın. Aha, Ha bu. aha. Exception bunu. Xəta atın. Bir dənə də bitirin. Ne yazmalım ora? Bir dənə də bitirmək üçün axırda nöqtəli virgül. Ha bu. Aha. İndi proyekti çalışdırın. Gəlin yoxlayaq. Deməli nə baş verir? Xəta atır, heç çapa vermir. Səbəbi nədir? Gəlin baxaq. Biraz yuxarı link kodu. Deməli, user əlavə edirik alma. Aha, əlavə edir add user. Amma heç çapa vermirik. Əlavə edirik, contains yoxluyur. Öz içində yoxdur alma. Hə, onda yine set add str. Yəni əlavə edir. Xəta atmır. Almada əlavə edir. Aha, eləyir. Çünki içində yoxdur. Yəni set contains yoxlayan var, amma əksi yoxdur. Hə, yoxdur, almud da yoxdur. Yenə set add edir, əlavə edir. Sonra add user alma gəlir. Çünki var, if blokuna girmir. Çünki if blokunda olmayanları salır, əlavə edir. Onda else bloku işləyir və xəta atır. Heç get all user metoduna çatmır. Düzdür? Çünki xəta atanda dayanır da proyektimiz. İndi bunu tutun sadəcə. Aha, elə deyin ki, xəta atmasın. Necə edə bilərsiniz? Onda user artıq mövcuddur. Amma hələ ki bizim xəta çıxdığımız yerdə xətanın qarşısını alın. Sadəcə xətanın qarşısını alın. Əsas məsələmiz budur. Hələ ki. Sırayla eləyəcəyik. Ha, onda Xəta necə tuturduq? try catch. Aha, try catch-la. Ha, try catch. Aha, bizim hansı kod xəta atırdı? Bu arada 17-ci sətri silin. 17-ni. Aha, 17 boş. Aha. Aha. İndi bizim xəta atan kodumuz hansı koddur? Yəni hardan xəta atılır? Göstərə bilərsiniz mənə? Yəni hansı dedim? Buradan. Aha. Deməli o nəyin içindədir? Bu add user. Amma biraz add user option qoymayaq da if else qoyaq. Hə, Aha, onda belə eləyək. If else bütün Ctrl X ilə kəsin. Aha. Amma şeydə, hamısının içində mötəzəsini də seçin, throw da seçin. Hamısını seçin. Bunda? Yo. Ay, nə dedim mən? Ctrl Z eləyin. Aha. If-dən başlayın else'in axırına qədər, else'in mötəzəsi bitənə qədər. Aha, else'in mötəzəsi harada bitir? Orada başlayır. Başlayır orada. Aha, bitənə qədər. Aha, kəsin. Necə eləyirəm? Hə, Ctrl X. Aha. Aha. İndi try catch açın. Try catch açın. Aha. Aha, try açın. Belə. Enter eləyin. Bu artıq oldu. Yox, artıq olmadı. İçinə set adı silin. Bir dənə şey çatışmadı. Siz tabı bastınız, hə? Hə, bəli. Hə, elə onun üçün oldu. Qaytarın bir də təzədən try-a qədər silin. Ha, onu da silin. Baxın, indi mötəzəni təzədən açın. Aha, indi enter basın ki, aşağı mötəzə açılsın. Aha. Eğer aşağı mötəzə açılmadı, siz yazdınız. İndi bizim problemli hissəni try-ın içine yazırıq. Yəni Ctrl V eləyirik, paste. Yapışdırın. Aha. Əla. Yəni try-ın içində biz problem çıxa biləcək yeri tuturuq. Mənim bunu silin müəllim, bu elə Yox, bax. orada catch yazıyıq. O
bitdiyi yerdə elə. Bura Artıq deyil. yazırım. Yox, tryhardda bitir, tryhardda bitir. Orada. Taxıldı. Aha. Deməli ondan sonra yəni catch eləyin. Hələlik exception tutun istəsəz. Hə, fərqi yoxdur. Hələlik exception tutun. Hı Sonra hı. inkişaf etdirərik. Aha, sadəcə yazın ki, xəta çıxdı. Sistem update'dan xəta çıxdı. Sort. Xəta yox, yazın ki, adlar eynidir, yaza bilərsiniz. Aha. Hələlik yazın. Bura yazım. Aha, ad Hı hı. eyni ad yazın. Ya təkrarlanan ad Hmm. fərq eləmir. Amma elə yaza bilməyəcəksiniz. Hər şey içində. Hı -hı. Aa, Eyni ad yazın, fərq eləmir. Hı hı. Aha. İndi çalışdığım proyektə görə işləyir. Aha. Hmm. Adlar eynidir. Aha. Hı. Almaya görə verdi. Daha sonra da indi get all users metodu da işə düşdü. Bayaqları 10-cu sətirdə xəta atırdı. Hı hı. Baxın. Ona xəta atırdı. İndi Ondan içində sonra neydi? Həşsi təbirin götür. hə, heç 12-ci sətir işləmirdi. Halbuki mainin içindədir. Proyekt dayanırdı. İndi dayanmadı. Sadəcə belə deyim, yola verdik də. Hı hı. İndi duplicate user exception-ı yaradaq. Duplicate user exception keçin. Oranı tarazlayaq. Duplicate. Baxın, Qəbul duplicate. edici. Aha. Aha. Burada hashtag və s. yaratmışsınız. Bu buranın işi deyildi. Yəni onu demindən silə bilərsiniz. Silməmisin. Klass istisna hamısını silinə. Yəni içindəkiləri silin də. Aha. Bir dənə mötərizə var artıq. Aha. Bir dənə məsələ budur ki, throwable eləməyin, runtime eləyin. Qəbiyə xod eləmişdik. Aha. Normalda biz extend-i runtime eləyirik. O da işləyir. Fərqləri var, çox kiçik fərqləri var, amma ümumi olaraq runtime istifadə edirik. Aha. Hı hı. Aha. İndi bunun içində bir dənə Hı biz hı. nə yaratmalıyıq mesaj üçün? Necə müəllim? Nəsə yaratmalıyıq ki, mesajı ötürsün üst klassa və xətamızı mesajı olsun da. Bu necə edə bilərik? Necə edə bilərik? Gəl belə eləyək. Hı hı. Birinci Hı hı. string yaradaq. Hansı ki, hazır mesajımız olsun. String yaradın. Və dəyişilə bilməyən bir string yaradın klassın içində. Necə yardım elim? Yəni normal string yaradın da. Buradakini deyirsən müəllim? Yox, yox, yox. Sadəcə string yaradın. Yəni normal necə yaradırsınız stringləri? Elə yaradın da. Hə. Mainlə. Yox, yox, heç bir şey yox. Sadəcə klassın içində elə bil necə hashtag yaradırsınız, array list yaradırsınız, bir dənə stringi də elə yaradın. Tamam. Hı. Elə müəllim? Dönür. Adını qoyun xəta mesajı. Hə. Xəta ismayıcı olsun. Bax bizim dildə. Username olmasın da, yəni xəta Yox, yox. mesajı. Aha, xəta ismayıcı. Yəni bu. Düzdür müəllim? Bu deyil. Aha. Adı sadəcə olsun xəta ismayıcı. X böylə olmasın. Tamam. Aha. Burada. İsmailcə. xətası. İsmailcə. Düzdür Aha. müəllim? Aha. İsmailcə. Tak. Hı -hı. Aha, bu belə. İndi bunun standartı olsun, bunun dəyəri olsun ki, eyni user tapıldı. Aha. Baxın, xəta ismayıcı yeri var, string. Onun sadəcə dəyər verin. Yəni siz dəyər vermədiniz axı. Hə. Aha, dəyərini verin. Yox, dəyər verin, dəyər. Dəyər add string. Yox, 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 yox. Stringin baxın, sadəcə bitirmişsiniz də dəyər verməmisiniz. Adını yazmışsınız, heç dəyər verməmisiniz.
Normalda int dəyəri, string dəyəri necə yaradırdınız? Hə, mötərizədə deyirsiniz. Yox, Ay mötərizə yox. müəllim, birini deyir. Baxın, orada Hı -hı. nöqtəli vergül silin. Tamam. Aha. Ara bırakın, bərabər yazın. Bərabər. Ay, bərabər. Hə, new. Yox, amma stringdə new eləmədik də. Hə. Ha, sadəcə yazın ki, eyni user adı. Böyük hərflə? Yox. Aha. Mesaj düşmür. Dırnaqçı. Hayda bir şey. İyi, niye böyle oldu? 2 dəfə üstünə basıb, aha. Söyleyeyim ben. Kopyalayıb yapışdıra da bilərdiniz və yaxud da elə olanda dırnaq bassaz da eləyirdi özü. Yəni o cümlə kimi sadəcə demişdim yazın. Eyni user adı, yəni təkrarlanan user adı bir növ xəta mesajıdır da, bildiniz necə? Yəni onu cümlə şəklində yazmalıyız, birləşdirib yox. Hə. Eyni. Mesela. Da buna kiçildim değil mi? Aha. Eynini uzağa böyük bir dənə başlamaq olar. Aha. Eyni user adı. Hı -hı. Daha sonra biz ümumiyyətlə exception'da runtime exception'a extend edəndən sonra yuxarı mesaj götürmək üçün constructor istifadə edirik. Baxın 6-cı sətirdə avtomatik bizə constructor açıb. Hı. Aha. String xəta ismarıcı götürməyin mənasızdır bu arada. Onu da deyim. Yəni biz heç nə götürməyəcəyik. Onsuz hazır mesajımız var. Class üçün yaratdıq xəta ismarıcı. Yəni constructor əlavə bir string dəyəri almasın. Baxın, constructor mənə göstərin. Constructor, baxın, duplicate user exception. 6-cı sətirdə. O constructordur. Çünki niyə? Constructor nə idi? Constructor. Hə, contains. Hə, constructor. Şey deməli bunun neydi bu? Neydi Allah? Bilmirdim mən. Constructor class'ın adı ilə eyni olan Hə, metod. eyni. Hə, bildim. Aha. Duplicate user exception. Baxın, class'ın adı elədi, metodun adı elədi. Daha sonra biz string dəyəri götürmüşük. Niyə string dəyəri götürmüşük? Lazım deyil axı. Yəni Lazım deyirəm. lazım deyil string dəyəri götürmək. Onu silin. Hansını siləm? Bunu? Yəni constructor string dəyəri alır. Hə. Aha, bizə lazım deyil o. Bizim öz xətamız var. Yəni nəticədə mesajımız var. Biz indi yuxarı runtime exception'a xəta mesajını göndərməliyik. Üst klasa mesaj necə göndərə bilərik? Üst klasa? Aha, yəni runtime exception'a. Bu klas üçün this istifadə edirdik. Yuxarı klas üçün də super. Baxın, 7-ci sətirdə super yazın. Hə. Ha, super yazın. Hə. Aha. Daha sonra bunun içinə xəta ismarıcı yazın. Xəta ismarıcı. Aha. Ay. Xəta. Yox. Biz xəta ismarıcı açmışıq da, onu göndərin. Hə, onu kopyalayır. Hə, bildim. İsmarıcı. Siz stringin içində yazırsınız bu arada. O sadəcə xəta ismarıcı yazacaq. Hə, belə. Dırnaqçı o səsini yazmayayım da. Aha. Çünki bizdə xəta ismarıcı var, sadəcə onu çağırırıq.
O bir string, özü bir string onsuz. Aha. Aha. Məsələ nədir? Aha. Superin üstünə gətirin, görəcəksiniz. O da qırmızı olan. Xəta ismərci. Baxın, sağdakı, aha. Nə deyir? Eyni. User adı. Aha, biz belə deyək. Hı Dördüncü hı. sətirdə bir dənə final keyword əlavə edin. Çünki bu birdən kimisi tərəfindən dəyişdirilməsin deyənə. Amma yox da mən stringə dedim əlavə edin. Hə, o dəyişməsin deyənə, xəta ismacı dəyişməsin deyənə bir Buna. dənə. Aha. Onu final edin. Aha. Daha sonra bunu bir dənə də statik eləyin. Hı hı. Aha. Statik eləyəndə avtomatik tanındı. Hə, bitirdi. Finalı da ona görə elədik ki. Dəyişilməsin deyə, Aha. kimsə dəyişməsin Aha. deyə. Bu qədər. Xəta hissəsi bu qədər. Sadəcə bu hissələri biraz başa düşmək lazımdır ki, nə hardandır, nə baş verir. Buna təməlini başa düşmək önəmlidir. Ümumiyyətlə exception dərsi çox önəmli dərs olduğunu düşünürəm. Bir də bir də baxın neçə dənədir? 1, 2, 3, 4. Bu 4-ünü də mənə izah edə bilərsinizmi? Yəni hissə Olar, cümlə olar. zəhmət Niyə də olmasa. olmur? Baxın, birinci Hı yerdanda public class, bu təbii ki, normaldır. Public class, sonra hı. adını yazırıq. Daha sonra Hı hı. extend edirik runtime exception-dan. Bu Hı hı. bizim birinci mərhələdir ki, Hı yəni biz hı. bildiririk ki, biz xəta klassı yaradacağıq. Xəta olması üçün. Hı Əgər hı. siz extend runtime exception-ı silsəz, Hı hı. avtomatik xəta yarada bilməyəcəksiniz. Düzdür, indi extend exception da eləyə bilərsiniz, extend runtime da eləyə bilərsiniz, extend throwable da eləyə bilərsiniz, amma ən çox istifadə olunan və yəni belə qaydası var ki, runtime exception-dan extend edirsiniz. Bu birinci məsələ. Yəni bu biraz nisbətən əzbər kimi düşünün ki, yəni, bu belə olmalıdır, avtomatik. Hı hı. Daha sonra 5-ci sətirdə bir string yaradırıq. Yəni bu string bizim özümüzün yazmışıq. Eyni user adı niyə yazmışıq? Hı Sabah hı. adı başqa bir xəta olsa, məsəl üçün yaş çatmadığı üçün bir xəta açıram. Hı Not hı. enough age exception da. Yəni yaş Hı hı. çatmır. Və onun mesajını yenə də static final eləyəcəyik, amma onun xəta ismarıcı olacaq ki, sənin yaşın 18-dən azdır, məsəl üçün. Aha, buna da yazıq ki, eyni user adı. Daha sonra constructor yaradırıq. Constructor yaratmağın məntiqi odur ki, biz yuxarı klasa constructor, yəni bir xətanı throw eləyəndə biz task 2-dən avtomatik constructor işə düşür. Və constructor işə düşür deyənə biz nə edirik? 7-ci sətdə baxın, constructor heç bir şey götürmür. Əslində götürə bilər. Onu da göstərə bilərəm. Daha Hı sonra hı. 8-ci sətirdə super eləyir. Yəni super runtime exception-a bir yana nəsə göndərir. Nə göndərir? Xəta ismarıcı. Və xəta ismarıcı göndərir runtime-a. Runtime deyir ki, mən bunu xəta mesajı olaraq özümdə saxladım. Əla. İndi keçək task 2-yə. Hı hı. Aha. İndi biz nə etmişik? 20-ci sətirdə runtime exception atmışıq. Hı hı. Aha. Mən istəyirəm ki, adlar eynidir, yox. Elə qoy duplicate user exception-ın öz xətasını atsın. İndi runtime exception atmayın, duplicate user exception atın. Yox, task 2-də Hı baxın, hı. runtime exception atdınız ha. Hı hı. Harda atırsınız runtime exception-ı? Aha, Sən burada. aha. Mən deyirəm ki, runtime atmayın. Runtime çox ümumiləşdirir hər şeyi. Biz Hı hı. sadəcə öz customize elədiyimiz xəta var ha. Hı hı. Duplicate user exception. Gəlin onu yaradaq. Hə, onu ataq. Runtime atmayın, duplicate atın. Hə, ona görə belə bu Runtime yəni ümumidir də, belə düşünün. Runtime hı ümumi hı. xətadır. Biz Hı ümumi hı. eləmirik, öz mesajımızı, hər şeyi özümüz küləşdir deyə düşünün. Task 2-yə keçin. Hı hı. Baxın, xəta atdığımız yaradır. 20-ci sətr. Sıra. Hı hı. New runtime atmışsınız. Mən deyim ki, new duplicate user atın da. Yəni özümüzki var da onsuz. Hə, bunu silim, onu Aha, yazma. aha. Üstünə 2 dəfə basıb silsəz olardı. Mən heç Hə, bilmədim hələ.
Amma problem deyil. Dolayısıyla cəhdlik üçün deyim ki, Hə. qısa yol kimi. Aha. Bizim öz yaratdığımızı atırıq. Hı hı. Daha sonra atandan sonradakı exception-dan tutmayaq gəlin, belə deyək. Ya getirdin bir ha. Hı hı. Aha. Exception-dan tutmayaq. Tutaq nə? Öz elə xətamızı duplicate user tutaq. Exception-da baxın, hamısını tutacaq ha. Amma yenə də biraz daha xüsusiləşdirək. Duplicate. Aha. Aha. Daha sonra sistem output'ların adlar eynidir. Baxın, bu burada yazmayaq. Hı hı. Avtomatik bizim öz xəta mesajımızı tutduq. Xəta mesajının adını nə qoymuşuq? Yəni baxın, catch elədik duplicate user exception. Hı hı. 22-ci sətirdə. Adını nə qoymuşuq? Diye bu add user. Yox, yox. Yok. Ha bunu duplicate bunu. Baxın, Hı xətanı hı. tutduğumuz yer haradır? Bura. O atdığımız yerdir. Hı hı. Mən, Tuttuğumuz yer burada. aha, catch. Hı hı. Adını nə qoymuşuq xətanın? Duplicate user bunu O dersin. klasın adıdır. Bizim ona ad verməmiz nədir? E. Ha. Hə, adlandırmışıq E. İndi Ha. 23-cü sətirdə sistem outputlarını silin. Hı hı. Aha, silin. Belə siləndə biraz qarmaşıq olur, yaza bilmirsiniz onu. Onu da Ha deyim. değil mi? Yəni backspace enter edin ki, sərgəli olsun. Yəni bunu siləndə ya şey edin də, hamısını elə seçməyin. Hı Bir də enter basın. hı. Aha. Yəni oradan başlasın deyən deyirəm. Daha sonra bizim xətanın da mesajı var. Bayaq duplicate user exception'da yazdığınız mesajı Hı burada hı. yazacaq. Catch blockun içində indi yazın system output line. Sort yazın, sadəcə sort yazın. Ay bir yazdım. Aha, Hı yazın. hı. Hı. Aha, baxın bizdə duplicate adını e qoymuşuq, düzdür? Bəli. Bunun da mesajı var. E.get message. Yəni Ha oradan gəlir. onu yazanda bu gedir bizim duplicate user exception'da yazdığımız mesajı gətirir, göstərir. Çapa verir. Hə. Hı Yəni get eləyirik. Bir getter var. hı. Hı. Runtime'dadır. Yəni biz sadəcə istifadə edirik. Belə. Beləliklə biz xətanı tuturuq. Aha, bu da belə. Bir dənə çalışdırın. Hı -hı. Hı. Baxın, eyni user adı deyə xəta verdi. Amma birdən lazım oldu ki, hansı user adında xəta verdi? Bunu necə aydınlaşdıracaq desəz, onda belə eləmək olar. Biz Hı hı. xəta yaradanda, yəni xətanı haradan atmışıq? Burada. Aha. Xətanı atanda constructor göstərmir mənə oradan. Constructor. Eyni adda da. New duplicate. Hə, constructor Hı hı. oradadır. Göstərdiyiniz yer. Həmin o constructor çağırılanda Hı hı. onun içinə biz adı verək. Gəlin belə deyək. Adın add user metoduna ad gəlir ha. Onun adı nədir? Yəni gələn adları necə adlandırmışıq? Biz bu sənə String. String. aha. Hı hı. Yəni göstərin onu hardan gəlir. O buradan gəlir müəllim. Onu göndəririk. O hara düşəcək? Hara düşəcək? Alma maindən məsəl üçün add user alma çağırırıq. Add user metodunu alma göndəririk. Add user metodu harda qəbul edir onu? Burada. O main Meyində. metodda. Hə, bu Aha. burada. Cismən deməli. Add user buradadır da müəllim. Aha. Burada. Hı hı. Harda qəbul edir? Bəs almanı, armudu və s. nə yazsaq onu harda qəbul edir? İfdə. Yox, Yox, yox. yox. Ha, metodda deyirəm. Heç nə yazmamışıq da deyək ki də. Hı hı. Metodun bir dəyər qəbul eləyib eləmədiyini hardan bilirsiniz? Hə, burada göstərir də. Onu deyirsən O müəllim. istifadədir. Məsələn, hardan bildiniz ki, biz Konsola çıxır da müəllim. yox, Onu de. hardan Hə. bildiniz ki, biz string dəyəri göndəririk? Run edə bilirik. Yo. Hə. Sualım budur ki, adducer metodunun bir string qəbul edədiyini hardan bilirik? Yəni niyə 5 göndərə bilmirsiniz? Adducer'ın içində alma, armud göndərirsə, amma 5 göndərmirsiniz. Hə, bu dırnaq içərisində yazılır, həm də stili var. Məsəl üçün adducer'ın içinə Hı hı. alma yazmısınız. Hı O hı. almanı silib 5 yazsaz xəta atacaq. Hı hı.
Mən də soruşuram ki, niyə mən rəqəm yaza bilmirəm? Burada string var da müəllim. Yo yo yo. Mən Hı. add user göndərdim. Mən HTML iş görmürəm axı. Məsələn, ikinci sətrə yazmışam ki, add user-a alma göndər. Evet, mən 5 göndərsəm xəta atır. Burada str var axı müəllim. O str nədir də? O strın String də müəllim. hardadır? De buradan müəllim. O string deyil də, məsələ odur. Hə, buradan. Hə. Add user. Add Yəni user. onu Hə. int eləsəz, ancaq int götürəcək. Rəqəm götürəcək. Hə. Aha, yəni ona string yazmısınız, adını nə qoymusunuz hamısının? Add user. Yox, Hə. yox. Və almarmut. Götürdüyünüz Hə bu. dəyərlərin adını nə qoymusunuz ümumilikdə? Str. Ha, str. Str 15-ci sətirdə str yazmısınız deyənədir. Mhm. Məsələn, onun adını yazın ki, söz yazın. Str-ını silin, söz eləyin. Hə, orada elə. Baxın, 8, 9, 10-cu sətirə baxın. Hı. Hamısı Hə. söz oldu. Yəni, burada yazmısınız deyənə 10 elə yazır. İndi yaxşı, qoy söz kimi qalsın. Digər str-ları da dəyişin. Söz kimi qalsın elə. Mhm. Aha. İndi altdakı digər qırmızı str-ları da dəyişin sadəcə sözə. Aha. Aha, opsunu dəyişin. Yəni, problem deyil, sadəcə adlandırmadır. Aha. Mhm. Aha, yəni yenə də işləyəcək. Sadəcə contain söz, sözü tapacaq. Str tapmasız, söz tapdı. Mhm. İndi mən deyirəm ki, bu sözü Mhm. konstruktor yaradanı sözü də ataq ora. Aha, yəni 20-ci sətirdə baxın, xəta atırıq, düzdür? Mhm. Ora indi söz də göndərin. Yəni konstruktor söz göndərin. Necə edim mən müəllim? Baxın, Mədim. konstruktorun içinə dəyər göndərəcəksiniz. Necə metodun içinə dəyər göndərmisiniz? Baxın, add user-a baxın. 8, 9, 10-cu sətirlərdə məsəl üçün Mhm. dəyər göndərmisiniz, düzdür? Hə, bəli. Alma, armud. Aha, Mhm. necə göndərmisiniz onu? Mən də deyirəm ki, Mhm. yəni alma yazdığınız yer var ha. Mən də deyirəm ki, 20-ci sətirdə də konstruktor yaradanda Mhm. həmin sözü göndərin. Bura. Yox, yox. Elə konstruktorun içində. Konstruktor. Baxın, alma sözünü harda yazmısınız siz? Nəyin içində yazmısınız? Burada. Aha, yəni nəyin içindədir o? String dırnaqsız içərisində. Həmin o stringi göndərdiyiniz nəyin içindədir? Harda yazırsınız? Yəni Ay müəllim. mötərizənin içində yazırsınız da, add user Hə. yazmısınız, mötərizənin içinə göndərirsiniz add user həmin məlumatı. Mən də deyirəm ki, duplicate user exception-da yaradanda mötərizənin içindən Hə, göndərin. bura. Hə. Məlumat Hə, göndərin. Sözü göndərin. Yəni hə, bizə söz yazın. aha. Həmçinin sözü də qoy göndərin. Bilirəm xəta atır, deyəcəm niyə. Çünki bizim konstruktor biz Mhm. string qəbul eləmir. İndi keçək bizim konstruktora, yəni duplicate user exception konstruktoruna gedək bir dənə baxaq. Mhm. Baxın, string qəbul Hə. eləmir, heç nə qəbul eləmir. İndi onu bir dənə string qəbul eləyən kimi götürün. Yəni bizim Necə eləyəm? konstruktor Mhm. göstərin. Konstruktor göstərin. Aha. Konstruktor elə deyin ki, bir dənə string dəyər alsın. Necə eləyə bilərsiniz? Yox, heç nə oraya yazmayacaqsınız. O kod hissəsidir. Hı. Baxın, task 2-yə keçin. Mhm. Add user necə olur ki, bir dənə string dəyər alır? Nə hansı kod səbəb oldu ki, biz onu string yaza bilirik, 5 yazanda xəta atır. Amma string yazanda qəbul edir. Hansı koddur? De bu deyil müəllim. Yox, yox, o hashtagdir. Hashtaglə əlaqəsi yoxdur. Hə, bu. De Hə, burada qeyd edilmiş şey. hə, qeyd eləmişik ki, bir dənə string dəyəri Mhm. götürsün. İndi mən deyim ki, duplicate user exception-ın konstruktorunda da elə edin ki, string dəyəri götürsün. Hə, bura yazıram. Aha. Sadəcə mötərizəni də seçib sildiniz. Aa. Hı. Sağ düyməsini bir dənə basın. O da olur. Hı hı. Aha. Bir dənə string dəyəri götürsün. Mhm. Aha. String Söz. söz götürsün. Mhm. Ha, oradan sözü atacaqsınız bura və superdə xəta ismayicindən sonra Hə, getdi. aha. Hı. İndi keçin təzən konstruktora. Baxın, Hı xəta hı. ismayicini verəndən sonra gəlin belə eləyək. Hı Sözü hı. də ataq. Amma sözü atmaq üçün nə etməliyik? Bax, superdə bir xəta ismayici göndərdik, eyni user adı. Aha. Aha.
Bir yanda da əlavə string yazın, əlavə eləyin. Yəni xəta istifadəçi bir yanda birləşdirmə işarəsi var idi. Nə idi? Yəni stringləri birləşdirən nə edirdik? Birləşəndə Aha. nə deməlim? Üstə gəl. Hə, Aha. Üstə gəl. hı, Əslində yazdı. Götürə hı. bilərsən. Yəni aha. Bir yanda boşa nöqtə qoysaz daha Bir də yaxşı olar. şu. O boşluq Tamam. var ya, boşluq. Hı, Boşluğun əvvəlində birinci dırnaqdan sonra bir dənə şey qoyarsınız. nə? İkinci deyil, birinci hissəsində. Hə, bir dənə qoşan nöqtə qoyarsınız, sonra ara buraxarsınız. Aha. Belə məli. Qoşan nöqtə, vergülü yox. Aha, daha sonra ara buraxın bir dənə də. Hı hı, Yəni xəta istifadəçini yazacaq ki, eyni user-adır. Sonra hı bir dənə hı. qoşan nöqtə ara buraxacaq. Sonra da ki bizə gələn sözü yazacaq. Aydındır bu hissə? Hı hı. Run eləyəndə o çıxacaq, düzdür? Aha, bu get eləyəndə Hı bu hı. xəta mesajı gələcək. Biz bunu yuxarı göndərdik runtime-a. Daha sonra get eləyəndə də yenə həmin bu xəta mesajını da görəcəyik. İndi task 2-yə keçin. Aynı çalışdırın proyekti. Baxın proyektə. Aydın. Hı hı. Aha, baxın eyni user adı alma. Aydın. Deməli Hı problem almada çıxdı. hı. Aha, Çünki burada qeyd olundu söz aha. xəta Çünki sınırıcı. hansında problem çıxdı, onu Xəta task 2-dən sınırıcı bu da göndərdim. almadı. Hə, sözlərdə alma armud. Aha. Bu da belə. Aha, istəsəz bir dənə də tapşırıq verərəm bunun kimi eləyəsiniz. Hə, verin zəhmət olmasın mənim. Aha. Prosta indi yox, dərsdən sonra deyərəm, yazaram tapşırığı. Aha. Deməli. İndi nə izah edə bilərəm, baxım. İndi generik mövzusunu bəlkə izah edib yüngüldən ola bilər. Deyil. Buradan. 20 dəqiqə ponçadır. Hı hı. Paylaşım. Bunu da yazarım. Aha. İndi mən IntelliJ ID-ni açıram. Bir daha. Bir daha. Daha sekiz. Əslində bu dərsdə keçmək mümkündür. Prosta baş qarışıqlığı yaradarmı? Düşünürəm. Onda bunu keçməyə, bunu başqa bir dərsdə keçərik. Araya da izah eləyərəm. Hı Aha, hı. bu qalsın. Windows, aha. Aha. Yeni bir proyekt kimi elə bir şey qarşıladıqda təsəvvür edin. Hı hı. Generik mövzusu var. Hı hı. Yəni mövzuların adlarını bilməyiniz önəmlidir. Bunda deyim. Yəni Generix-dir, nə bilim, indi qabaqda thread-ləri keçsəm, baxaram da indi araya lazım olsa keçərəm. Hı hı. Nə bilim, bu constructor-dır, getter setter-dır, encapsulation-dır, nə Hı bilim, hı. class-dır, obyekt-dir. Bunların termin kimi fərqini bilmək önəmlidir əslində. Aha. Construction. İndi bütün hamısını elə də, yəni array nədir, array list nədir, collection API nədir, odur ki, list, map və s. hamısının əsas məğzini bilmək önəmlidir. Yəni deməm ki, onun dərinə qədər getmək O önəmlidir. fərqlərini. Bir-birinə elə bir fərqini Hə ayırması. də, yəni məsələn mən sizə deyəndə ki, constructor nədir? Yəni bunu başa düşə bilməlisiniz ki, constructor class-la eyni adlı metoddur. Yəni metoddan öncə fərqləndirməlisiniz bunu beyninizdə. Aha. İndi keçək Generix mövzusuna. Generix çox önəmli mövzu olduğunu düşünürəm həqiqətən və professional səviyyə üçün önəmlidir.
Mən deyirəm ki, bir dənə nə olsun? Aha. Bir dənə user açıram. Əla. Biriniz user. Mən deyirəm ki, 2 dənə user olacaq. Biri öz ürəyində rəqəm saxlayacaq. Biri öz ürəyində hərf saxlayacaq. Aha. İndi mən burada yazıram ki, indi məsəl üçün rəqəm saxlayır da. Amma rəqəm saxlayan ağlında hərf saxlamır. Hərf saxlayan da ağlında rəqəm saxlamır. Yəni məsəl üçün int rəqəm yazıram. Aha, bu belə qalsın. Mən indi ikisini də yazsam bura məntiqsizdir biraz. String yox, hətta char deyək. Char hətta. Amma string söz qalsın da, söz qarışıqlığı yaratmayacaq. Rəqəm və name var. Aha, mən deyirəm ki, bu ikisindən biri mən saxlasın yanında. Mən məsəl üçün deyirəm ki, user yaradıram. User 1 bərabərdir new user. User 1. İndi bunun getter setter'ında gəlin yaradaq, belə deyək də. Ki private. Aha. Mən generate edirəm. Getter'dan setter'ı. İkisini də edirəm. Ok edirəm. Baxın setləri, getləri gəldi. Bunları kəsəm aşağı atacam. Bunu daha sərq eləmək üçün belə eləyək. Və qalan hamısını aşağı atıram. Baxın 4 dənə metod. Seti də, geti də ikisində var. Amma mən deyirəm ki, bu user ancaq birini saxlasın. Ya rəqəmdir, ya da ki addır. İkisindən birini saxlasın. Normalda bunu təsəvvür edin ki, eləmək üçün bir yazmalıyam ki, 2 dənə user yaratmalıyam ki, ancaq rəqəm üçün user, ya da ki ad üçün user. Bu məntiqsizdir. Yəni gərək 2 dənə mən class yaradım. Bir də ancaq birini saxlamalıdır. Bildiniz necə? İkisini saxlamaq da məntiqsizdir. Yəni mən user 1 set məsələn name edirəm. Bu ancaq ad saxlayır öz ağlında. Məsəl üçün alma olsun da məsəl üçün. Amma bu həmçinin birdən çaşıb biz buna user 1 set rəqəm də eləyə bilərik 5-i. Bu da işləyəcək. Amma mən deyirəm ki, işləməsin. Məntiq deyir ki, mən buna ancaq bir dəyər verə bilərəm. Ya hərf, ya rəqəm bir dənə. Bunu mən hardan bilə bilərəm ki, bu ancaq birini götürsün. Neyniyəm? Bir dənə üsul var. Mən sizə deməmişəmsə deyirəm yəni də. Hər bir situasiyanın, hər bir problemin həlli üçün kod çıxır ortaya. Yəni əslində bu da bir problemdir. Problemimiz nədir? Mən deyirəm ki, həm rəqəm, həm də ki hərf götürə bilməsin. Yalnız birini götürsün. Aha. Bunun üçün nə edirəm? Getter setter'da ehtiyac yoxdur. Getter var mı ehtiyac? Yox. Sadəcə belə edirəm. Əslində bu bir dənə bunu göstərim. Əslində bu nədir? Yadda saxladığı rəqəmdir. Bu da yadda saxladığı addır. Belə düşünün də. Aha. İndi mən buranı silirəm. 100 qalsın. Buranı da silirəm. Qalsın. Bizim bir dənə belə bir işimiz var. Baxın, klassın yanına adını yazdım. Adını yazandan sonra bir dənə kiçikdir, böyükdür. Bilirəm tanış gəlir bu. Bir dənə ortasına E yaza bilərəm. Fərqi yoxdur da. İndi məsəl üçün dəyişən yaza bilərəm məsəl üçün. Ola bilər. Amma standart olaraq E yazılır ya da ki digər hərflər T də olur məsəl üçün T də istifadə edilir. Mən adətən T yazıram bu arada, onu da deyim. T yazdım və dedim ki, bura bir şey gələcək və mən də yazam ki, bu user ancaq T yadda saxlanılan, bunu şey yazın, saxlanılan deyə yadda saxlayıram. Xəta atmır, indi deyəcəm bu nədir. Və bunun da qabağına təbii ki, bir yana private qoyaq ki, private T
Bir dənə də bura getter set yazaq da. Hı hı. Buradan basın, generate eləyək. Getter setter, aha. Buna ataq aşağı. Bunu da sərgiyə salaq. Əla. Bu dəyişənimiz bir dənə dəyişən saxladım. Ha, baxın, 2 dənə yox. Bir dənə T tipində. Bu tip deməkdir bu arada. Type-dan T gəlir, onu da deyim. Hı hı. Yəni deyirəm ki, ya söz saxlayacaqsan, yəni string, ya da ki, Hı hı. saxlayacaqsan rəqəm, deyək ki, integer. Hı İkisindən hı. birini saxladın və Hı hı. bu olacaq. Əgər mən integer seçsəm, integer olacaq. Əgər string seçsəm, bu da string olacaq. Yəni bu əslində düşünün ki, belədir. String. Yəni belədir düşünün. Mən Aha. mən burada T yazıram. Ya bilmirəm nə olacaq da. Ya da saxladığının rəqəm olacağını, ya düzgün ya səhv olduğunu, ya hərf olduğunu, cümlə olduğunu heç bilmirəm. Bəlkə bir dənə çağrı saxlayacaq özünü. Bilmirəm beyində nə saxlamalıdır bu. Hı hı. Aha, indi nə edirəm? Bu metodlara hələ ki baxmayın. Əsas məsələmiz nədir? Bura. Hı hı. A. Bunu beləyim. Təsəvvür edin ki, bura getter setterdir. Bir dənə saxladıq. İndi gəlirəm mən bura. Hı hı. User-a deyirəm ki, yaradanda baxın, user bura T çıxdı. Aha. Bu işarəni qoyuram. Yazıram ki, sən beynində söz saxlayacaqsan. Ancaq string tipində söz saxlayacaqsan və Hı hı. mən user 1 yazıram, bərabərdir new user edirəm. Avtomatik bu rəqəm saxlamayacaq beynində. Yazıram ki, məsəl üçün sən user 1 nöqtə set edirəm. Set yadda saxlanılan. Yazıram ki, yadda saxlanılan, məsəl üçün salam sözünü yadda saxla. Aha. Bu sabaları 5 yadda saxlaya bilməyəcək. Hə, çünki orada qeyd olunub. Aa, bu tanış gəldi ümumiyyətlə haradandır bu? Yuxarı Ümumiyyətlə bu situasiya tanış şeylər. Kiçikdir, böyükdür. necə ki. Ha, heç nə, onda maraqlı olacaq deyəcəm. Hı Baxın, hı. bura mən yazdım deyən əslində bilirsiniz nə baş verir? Hı hı. Mən bura string yazmışam. Hı hı. Bu əslində bura string düşür. Və gəlir buranı da string eləyir. Yəni əslində deyirəm ki, tip bilinmir. Tipi mən deyirəm ki, burada nə olacaq? Hə, başa Bildiniz? düşdüm. Bu Hı hı. generikdir. İlkin olaraq biraz qarmaşıq gələ bilər, amma indi digər əvvəllər istifadə edib, amma fikir vermədiyiniz situasiya var idi, onu izah edəcəm. Hı Hər hı. dəfə deyirdim ki, gələcəkdə izah edəcəm. Hı hı. A, mən indi bir dənə də yazıram. Bu mənim user Hı hı. birimdir. Yəni bu düşünün ki, düşünün ki sizsiz. A, adı dəyişirəm. Bir dənə də indi məni düşünün. Hı hı. Aha, user string məsəl üçün. Bu da mənim. Hı hı. String saxlamıram. Mənə deyiblər ki, sən İnti. ağlında rəqəm saxlayacaqsan. Sizə deyiblər söz saxlayacaqsınız, mən rəqəm saxlayacağam. Hı Deməli, hı. nəyəm? Integer yazsam. Bu integer təsəvvür edin ki, user gələcək, bu da avtomatik integer kimi düşür. Və bu t də buraları da t eləyir. Buranı da integer eləyir. Buranı da integer eləyir. Baxın belə. Hı hı. Aha. Daha sonra mən bundan sonra umud set yadda saxlanılan 5 yadda saxlaya bilirəm. Mən onda rəqəm yadda saxlaya bilirəm. Mən burada durub nəsə yadda saxlaya bilmirəm. Mən ancaq mən rəqəm saxlayıram. Vəsiyo. Bu da aydındır. Aha. Aydındır Baxın. bura. Bir saniyə müəllim. Qoy başa düşdüyümü izah eləyim. Aha. Baxın. Hə, burada user string olub deyə, burada string, burada da user integer olub deyə, burada da yəni başa düşdüm. Belə bir şeydə iki dəyər istəmə, həm elə bir string, həm də ki int dəyər almaq üçün, yəni bu qeyd olunmalıdır dırnaq içərisində. Amma bu bizim öz düzəltdiyimizdir. Bir dənə fikir verin. User'ın içində mən bir dənə bunu əlavə elədim. Hı Bir -hı. dənə bunu. Deyirəm ki, hə bir dənə tipini mən yazmıram. Hə, məlum deyil tip, Hə. amma tip, hə. Elə bu söz. Üstün Məlum deyil. gətirəndə məlum Məlum deyil. Hə, deyil. üstün gələndə bilinir ki, hansıdır bunun Mən tipi. məsəl üçün burada yazsam ki, private string, bu konkretdir də. Hı -hı. Yəni bu string olacaq. Amma mən yazanda ki, private t deyirəm ki, Hı bilinmir. Sabah -hı. kimsə burada mənə nəsə göndərsə məlumat t nədir? Hı -hı. Onda sən deyəndir. Yəni Hı t-ni -hı. mən saxlayacağam. Bu da belədir. Yadda saxlanılanın
string olduğu, integer olduğu, karakter olduğu bilinmir. Bilinmir. Həsəd o tip olduğu, yəni. Bilinir ki, bir tip olacaq gələcəkdə və mən Bəli. nə edirəm? Bu tipi O da birisində main saxlayıram. cavab, hə, maində təyin Maində olunur bunu təyin userlə. elədim. Baxmaq Fərqli içərisində. operansiyonu təyin elədim, Hı hı. yaratdım və əla. Get-dəki necə olur? Bir dənə burada istisnadır. Normalda məsəl üçün get atam deyək Hı ki, hı. private yazıram. Çünki bu da Hı hı. bildirirəm ki, deyəm ki, məsəl üçün string saxlayacağam. Məsələn ad, insan adı deyək məsəl üçün. Hı hı. Mən bunu Hı hı. getter setter'ını bir dənə sizə göstəreyim. Belə edeyim ki, generate getter setter. Hı Okay. hı. Baxın, getdə nə edirdik? Return edirik adı. Yəni bunu Hı hı. return edirik. Setləmə təyin edirdik. Və bir dənə məsələ var idi. Biz Hı hı. get eləyəndə string qaytardıq axı. Niyə string qaytarırdıq? Çünki ad stringdir. Evet. Hı hı. Bunu bilirdik. Hı hı. Amma biz burada indi yadda saxlanılanın getinə baxın. T qaytarır. Hə, tipini. Niyə? Çünki bilmirəm tipi nədir. Mən burada string integer yaza bilmirəm qaytar. Burada yazmışam Hı ki, hı. string qaytaracaqsan da, yəni get Hə. eləyəndə. Hı hı. Amma burada T tipindədir. Deyəm ki, elə T nə olsa, onsuz burada Hı E hı. olacaq. Hı hı. Və avtomatik olaraq həmin onu qaytaracaq. Yəni funksiyadır. Baxın, funksiyada da T yazılır. Yəni nə qaytaracaqsansa onu qaytarır. Amma mən burada bu T-ni yazmasam, baxın T-lərin mənası olmayacaq. T tipində bir şey yoxdur yəni. Hı. Amma mən bunu yazdım. Generik mövzusudur bu. Belə. Hı hı. Hətta burada da məsələn set eləyəndə T tipində bir şey məndən alır. Mən deyirəm ki, T tipi nədir? İndi mən burada salam göndərmişəm məsələn. Hı hı. Və salamı göndərdim. T tipində bilmirəm nədir. Amma mən burada yazanda ki, string eləyəcək, avtomatik onsuz bu T string olub. Və ondan sonra deyir ki, sən string göndərə bilərsən. Daha sonra. Məndə də indi necə olub? Integer deyə rəqəm saxlaya bilərsən. Bu indi integer olub deyənə bu da avtomatik integer olur. Yəni bir dənə bura gəldi deyənə bütün T-lərin hamısı integer olacaq. Hı Və hı. deyəcək ki, ancaq integer götür. Hı hı. Aydındır bura? Bəli, bəli. Tam. Bəli, bəli. Aha. Bunu özünüz əllə yazacaqsınız. Yəni bu praktika edilməli bir məsələdir, çünki çox önəmli mövzudur. İndi mən nə edirəm? Hı hı. Sizə əvvəllər yazıb, amma heç fərqinə varmısınızmı? İzah eləmişdim yüngül, amma bu qədər generik izah eləməmişdim. İndi qalıram, bunları silirəm. Hı hı. Aha, əslində bütün kod yazanda generiki əvvəlcədən birinci aydan belə istifadə eləmişik. Hı Array hı. list, string yazmışıq da bunu. Bəli, 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 bəli. Əslində bu nə deməkdir? Deməli deyir ki, string sən ancaq özünü Hı saxlayacaqsan hı. Hı hı. və bizim array listin içinə baxıram. Array listə baxın, array list E yazıb. Hı hı. Yəni əslində məsələn mən əvvəl görmüşdünüz, görməmişdiniz. Burada E var idi. Yəni, bunu Hı izah hı. edə bilmirdim də. Məsəl üçün birinci Bəli, bəli. eksperdə izah elədim, son dedim ki, bu inheritance-dır. Implementi izah elədim, dedim ki, əslində burada interface-dərdir. Amma indi E nədir? Əslində array list, yəni bilmir nə tipində götürəcək. Hələ ki bilmir. Hı hı. Amma mən bunu burada yazandan sonra bu string düşəcək burada E-yə və Hı məsəl hı. üçün bir dənə göstərim. İndi bəzi metodlar standartdır. Bəzi metodlardır ki, baxın məsəl üçün to array metodu, element data, element add, get metodu məsəl üçün buna Hı baxın. hı. Mən deyəm ki, get elə. Düzdür? Amma get nəyi qaytaracaq? String qaytaracaq, int qaytaracaq, bilinmir. Get first nə idi? Məsəl üçün ilk dəyəri qaytardı bizdə. Amma Hı hı. ilk dəyərin nə olduğunu bilmir. Yəni bunu nə qaytaracaq? Bilmədiyi üçün mən burada bunu yazandan sonra string avtomatik yuxarıdakı kod bu array list E string olur. Hı hı. Və avtomatik buradakı E-ni də string eləyir. Buradakının da hamısını string yazılır. Avtomatik yəni yazılır. Bir dənə bunu yazdığım üçün hamısını string eləyir. E-ni buradakı, E-ni Hı buradakı. hı. Bu da belə. Yəni arxa planda generik budur. Bu indi mən T yazdım. Kimsə E yaza bilər, söz yaza bilərsə, amma standart E, T görmüşəm də belə deyim. Belə deyim də, yəni generik özü təyin edir də, yəni hansı tip olmağını. Hə, yəni burada müəyyən şeylər var. Tipi bilmən nə olacaq. Yəni Hı normalda hı. ad olsa, ad bilirik ki, rəqəm olası deyil. Mən burada yazsam Demək private istəyirəm. Hı hı. string ad. Bunu bilirəm ki, bu addır. Hı hı. Amma yadda saxladığım məlumat nə ola bilər, rəqəmdir, nədir? Bunu bilmirəm. Bilmədiyim şeyə də nə edirəm? T tipində
Yəni bilinməyən generik eləyirəm. Bu mövzunun adı da generikdir, bunu da deyim. Maraqlı mövzu olduğunu düşünürəm açığı. Bəli. Bu əl listə də belə idi. Baxın, bayaq işlədiyimiz hashtag var idi. Hashtagə baxın. Hashtag nə edir? Ops. Hashtag deməli string saxlayır məsələn özündə. Niyə? Çünki hashtagə baxıram. Hashtag də E-dir, baxın. Hamısının arxa planında generik var. Generik çox önəmli bir mövzu olduğunu düşünürəm. Müəllim bir də deyim, yəni nəyə görə qeyd olundu orada? E sadəcə hərfdir. Yəni mən burada bunu indi T yazsaydı yenə də T olacaqdı. Biz nə etmişik? T Hə, yazmışıq. bildim, anladım, hə. Yəni Sadəcə E yazdım. Onda bunları da gərək E eləyim hamısını ki, bunlar da hə, başa avtomatik. düşdüm. Hə, siz T yazmışdınız deyə T çıxırdı. Hə, hə. Mən A yazsaydınız A hə, çıxacaqdı. hə. Baxın hamısını dəyişdim E-yə. Heç bir problemimiz oldu. Bu da E oldu onda. Sadəcə bu özümün yazdığı bir şeydir ki, təyin edeyim sonradan. Aha, daha sonra. Bunları belə eləyək. Ad var məsəl üçün. Ad heç, ad lazım deyil. Bunları da siləm. İndi başqa bir dənə də situasiya göstərəcəm. İndi soruşa bilərsiniz ki, bəs müəllim, hash mapdə biz burada yazırıq string integer. Yazırıq ki, məsəl üçün ad, yaş kombinasiyası məsəl üçün yazıram. Bərabər yazıram new hash map. Buna mən əlavə edirəm də ad yaş kombinasiyasına əlavə elə. Məsəl üçün də deyirəm ki, Almaz məsəl üçün 10 yaşlı bir uşaqdır. Ops. Daha sonra ad yaş kombinasiyasına başqa bir adam əlavə edirəm. Deyirəm ki, məsəl üçün Sevinç 20 yaşlı bir qızdır. Fərqlidir də, yəni məsəl üçün olsun Nick. Məsəl üçün hərəsi bir yaşı var. Bu kombinasiyadır, bir key value, bunu izah eləmişdim. Bəli. Aha, bəs deyə bilərsiniz ki, bunun içində 2 dənədir. Bu necə olur? Yəni maraqlı nüansa gələcəyik. Hashmap'in arxa planına baxıram. Dərsdə təkrar olmur. Baxın. Neyniyib? K, bölgü qoyub V. V, 2 dənə. Yəni K value-nun qısaldılmasıdır. Bəli. Deməli, 2 dənə dəyişən də biz ala bilərik. 2 dənə heç bilmədiyim bir dəyişən götürürəm. Və deyirəm ki, key hissəsi məndə string olacaq. Yəni bu birinci hissə string olacaq. Bilməm nədir. Yəni bu rəqəm də ola bilər. Mən burada yazsaydım integer, məsəl üçün yaş yox, sürət deyirəm. Yəni insanın sürəti ilə yaş kombinasiyasını ölçürəm. Məsəl üçün burada nə edəcəkdim? Yəni bunu götürüm, kopyalayım. Ha, belə olanda mən burada string yaza bilmirəm. Yazıram burada nə? Məsəl üçün 5. Məsəl üçün 2. Məsələn 3. Belə. Yəni belə eləmək olur. Yəni burada nə yazmışamsa onu bura əlavə edirəm. Deməli, bunlar da əslində generik dərsi idi. Aha. Bu da belə. Yəni bura aydındır niyə biz hashmapda 2 dənə yazdıq ki, belə oldu. Amma 2 dənə yazmağında təbii ki, özümüzə də gəlin göstərək də. Ki 2 dənə, bir dənə bunu göstərim. 2 dənədir, onun üçün 2 dənədir. Yəni mən burada bir dənə yaza bilmərəm bu arada. Yəni burada durub integer ancaq versəm alınmayacaq. Integer verirəm və yaxud da string integer, karakter integer fərqi yoxdur. Belə verirəm. Yəni hashmapdə K ilə value-dur, yəni. Hə, bunun ki arxa planda işlənib ki, hashmap 2 dənə götürsün də, yəni belə izah edeyim. Bu indi bizim yazdığımız bir kod deyil. İndi bizim yazdığımız kodda gəlin də göstərəyim. Mən nə edirəm? Bunları bağlayıram. Aha, bu məndən E götürür. Bir dənə bilmədiyim tip götürür. Yenə də bir dənə bilmədiyimiz bir dənə tip götürürəm. Bəxi. Bunu belə də edə bilərəm. T1, T2. Əslində belə yazılmır. Nəyəsə qısaldılmaq olur. Amma yenə dediyim kimi də buradakı şey dəqiq deyil də. Yəni özümüzdən də yaza bilərik. A da yazaram, B də yazaram. Yazam tip 1, tip 2. Məsəl üçün user nə edə bilər? Bu tiplərdən gəlin düşünək. Gəlin düşünək. Düşünək. Nə dəyər ola bilər ki, biz generik istifadə edə bilərik? Yəni. Müəllim, bəs double-dır, onlardan istifadə etmək olur?
Ha, yəni burada deyilsə, o məsəl üçün Yəni generikdə məsələn bayaq string elədik, sonra integer niyə olmur elədik. ki? Məsəl üçün olar. Hamısı olur, yəni ə, burada obyekt tipində olan istədiyiniz bir şey yaza bilərsiniz. Nəinki double string, mən user yazıram. User da yaza bilərəm. Ha, yəni user da bir tipdir, obyekt tipi də axı user yadınızdadır. Bəli, bəli. Yəni primitiv tiplər də yaza bilərəm. İstəm belə də yazaram. Yəni, user saxlasın özündə məsələn. Aha, indi mən deyirəm ki, bir dənə idea düşünmək istəyirəm sadəcə ki, hashmapla və s. işləməyək də. İşləyək userla. User 2 dənə tip alacaq. Biri elə bayaq ki, olsun yadda saxlanılan private t1 tipində saved info yazaq da, saved info. Aha, yanında saxladığı bir məlumatdır. Qoy qısa yazaq. O istədir qısa olsun. Info. Bir dənə də deyirəm, bəlkə də bu private t2 tipində nə saxlasın? Nə saxlasın? Maraqlıdır da yəni. Telefon nömrəsi rəqəmdir. Əslən, müəyyən situasiyalarda keçir. Bu double'dır da, düzdür müəllim? Yox, Bir də deyirəm ki, rəqəm. Məsəl üçün, rəqəm. Amma rəqəmin tipi nədir bilmirəm ha. Bəlkə qısa rəqəm tutacam, bəlkə kəsrli rəqəm tutacam, bilmirəm. Yəni, hər user beynində deyək ki, söz və yaxud söz olmasının fərqi yoxdur. Yəni, bu indi char da ola bilər, string də ola bilər. Bəlkə bir dənə söz saxlayır, bir hərf daha doğrusu saxlayır, onda mən karakter yazaram. Bir də ki, rəqəm. Mən deyirəm ki, bu ağlımda həmçində rəqəm saxlayır. Bu indi long da ola bilər, double da ola bilər, bəlkə kiçik int də ola bilər. Belə də yəni. Aha. İndi mən nə edirəm? Gəlirəm burada öz user'ımı yaradıram. User baxın T1, T2. Deyirəm ki, user birinci öz ağlında gəlin karakter saxlasın. Karakter. Yəni bir dənə simvol saxlayacaq. Yəni istəmirəm söz saxlasın, simvol benim saxla. Və deyirəm ki, user ağlında bir də rəqəm saxlasın. Rəqəm nə olsun? Double. Məsəl üçün siz dediyiniz. Əla. Deyirəm ki, user'ın yadda saxladıqları məsəl üçün bərabərdir new user. Aha. Yəni bunu yazırsınızsa bir dənə də əlavə bu işarə gəlir. Normalda bu işarə constructorda gəlmir, amma belə gəlir. Hətta bunun içinə də karakter və double yaza bilərsiniz. Amma lazımsızdır. Yəni yazsaz problem çıxmayacaq, avtomatik yazır onun üçün. Mən deyirəm ki, user'ın yadda saxladıqlarına nöqtə A set eləməliyəm. Aha, bunları gəlin generate edək. Getter setter. Əla. Yəni burada bizim sözlərdir. 2 dənə yad saxladıq və getter setter. Nə edirəm? User set. Saxladığı rəqəm nə olacaq? 5 yaza bilmərəm. Niyə? Çünki 5 double tipində deyil, int tipindədir. Mən deyim ki 5.5. Sən bunu yad saxlayacaqsan. 5 yadda saxlama. Amma sizə 5 yad saxlamaq istəyirsə, onda gəlib 5.0 yazım. Mən deyim ki 5.23 yaz. Əla. Yüzün yad saxladıqlarını da set söz kimi də ancaq hərf yad saxlayacaq. Söz deyəndə bir hərf yad saxladı. Amma bu string olsaydı birdən mən burada xəta alacaqdım. Çünki deyir ki, sən string uzun bir yazı götürməlisən və yaxud da sadəcə olmasa belə yaz. Yəni bununla başlayan bir şey yaz ki, salam. Yəni bu belə. Mən burada nə tələb edirəmsə, bu stringlə double düşür burada T1-ə string, burada düşür double. Yəni 2 dənə də götürməyə aydındır. Anladım. Bu da belə. Yəni generik mövzusunu izah eləmək istəyirdim uzun müddətdə. Çünki əriklisti, HMAP-i, HTTP bunları izah eləyəndə üstündən keçmişdik. Dərsin çətinliyi haqqında nə düşünürsünüz? Çətinliyi? Yox, başa düşdüm müəllim. Anladım. Əsas yəni orada qeyd olunur. Hətta qeyd olunur da.
Belə düşünün də, bura 2 dənə dəyər gələcək. İndi biz nə yazmışıq? Hı String -hı. double. İndi mən string double yox, başqa bir versiyada özümdən yazam. User. Bu da məsəl üçün nə bilim nə olsun? Integer string yazsam. Fərq eləmir. Yazdım belə yenə də gələcək. Yəni bilmirəm nə tipdə olacaq və mən tipi sadəcə elə obyekti Əvvəlcədən təyin yaradanda, olunur. yəni klassda elə bir tipi təyin eləmirəm. Hı -hı. Obyekt yaradanda sadəcə tipi təyin edirəm ki, sən bu tipdə bir şey saxlayacaqsan. Hı -hı, Bu da belə. belə. Yəni baxın problem deyil. Bu da Başa fərqli oldu. düşdüm. Aha. Bu da belə. Yəni generic mövzu buydu. Başqa genericdə önəmli nə mövzu var? Hətta belə də yazılır. Sual işarəsi olmalı desən. Var. Ah. Resmen bir of messages from nə baş verir, nə baş verir, table cast expression table. Bu da var idi, bu yadımdan çıxıb nə edirdi? Wildcard anlayışı var idi. Buna baxaram. Onsuz dərsimizin əslində müddəti bitib. Hı -hı. Buna baxıb deyərəm, bunun davamı da var. Wildcard var idi. Bir də instance of var. Məsəl üçün bir də şey var. Object yaza da bilərsiniz. Object yazanda bir siz nə edir? Baxın. 5 götürmədi. Niyə götürmədi? Niyə götürmədi? TB T2, TB T2 set söz astı niyə? T1 söz T1 axı. Aha, heç nə. Baxın, obyekt yazanda Hı -hı. avtomatik 5 də götürə bilər, 4 də götürə bilər. Bundan da götürə bilər. Çünki obyekt bütün klassların ən Hı -hı. təməlidir. Mən burada hətta yaza bilərəm, təsəvvür edin. New user belə yaza bilərəm də, yəni o dərəcə. Yəni bunu belə əlavə edə bilərəm. Onun üçün user istifadə eləmirik, amma sadəcə göstərdim ki, daha doğrusu object istifadə eləmirik. Sadəcə göstərdim ki, object yazanda bütün hamısını Hamısı arada gedir, gizlir. daxildir. Yəni dəyişənləri buraxın, heç obyekt bütün obyektləri qəbul etsin. User olsun, nə bilim, üçbucaq klassı olsun, student klassı olsun, hamısı gələcək bura. Belə də edə Hı. bilərsiniz. Ha, onda obyekt yazılması düzgün deyil, elə də. Əslində hə, yəni mən obyekt yazsam, Hamısı gedir. hə, yaxşı deyil. Hı. Bu da belə. Dərslər davam elətdirərik ikinci gündə. Mən Bəli, sizə bəli. tapşırıqları ataram. Siz exception da təkrarlayasınız. Qoy videonu, qoy videoda qalsın da əsas. Siz deməli exception təkrarlayasınız. Bir dəfə exception yazarsınız. Taskdan da verəcəm onsuz. Daha sonra bunun da bir dənə nümunəsini verərəm. Ki real olsun biraz situasiya. Mən bunu məsəl üçün istifadə edirəm. Yəni proyektlərin hamısında istifadə eləmişəm generic. Çünki çox önəmli mövzudur. Spring keçəndə göstərəcəm ki, harda istifadə edirik əslində. Nə keçən deməli? Spring framework-ını. Hə. Hələ biz Java keçirik. Aha. Aha. Daha sonra Java-dan sonra nə gəlir ki? Java-dan sonra mən databazdan izləyim, sonra Spring-ə keçəcəm. Spring. Aha. O Aha. framework-dur, ona gələcək. O da müəllim şeylə IntelliJ ID ilə gedir, yoxsa? Hə, IntelliJ IDE ilə gedir, hə. Onda belə çıxır ki, backend ilə IntelliJ ID ilə gedir də, düzdür? Yoxsa? Kodların yazılması buradadır, amma yəni databaza üçün ayrıca proqram istifadə edirik. Nə bilim, əlavə proqramlar var. Yəni istifadə edəcəyik. Amma nəticədə təkcə Java yazacağıq, Spring yazacaqsa elə şeydə IntelliJ IDE-də. Aha. Tamam. Bu da belə. Set söz və s. Başqa bir sualınız və s. Mən dediyim kimi Yox. yəni, atacam taskları eləyərsiniz. Onsuz bir həftə demək olar ki, vaxtınız var. 4 gün. Hə, 4-5 gün var. Başqa sualınız? Heç nə müəllim, çox sağ olun, təşəkkür edirəm.